Xeyr, kvadrat funksiyalara aid bir tapşırığı həll eləyək. Deməli, kvadrat funksiyanın qrafiki bizə parabola verir. Həmin bu parabolanın y oxu ilə kəsmə nöqtəsi həmişə s-yə bərabərdir. Deməli, buradan birbaşa s-ni tapıram. S bərabərdir 3. Bunlar isə bunun kökləridir. Əgər mən kvadrat üçədlini vuruqlarına ayırıramsa, onda onu y bərabərdir a vurulsun, x çıxılsın x1 və x çıxılsın x2 kimi yaza bilərəm. Və bunları da vurub açsam, qiymətlərin yəni yerinə qoyum. Köklərin biri -3-dür, biri -1-dir. Ona görə də bunda belə olasıdır. A vurulsun x üstəgəl 3, çünki bu mötərizənin kökü -3 olmalıdır. İkincidə də x çıxılsın 1, yenə çünki bu mötərizənin kökü -1 olmalıdır. Bərabərdir. Burada A-nı yazıram. Bunları vurub açsam x kvadrat olur. Bunu buna vuranda -x, 3 ilə də x olur -3x. -3x-dən də -x-in eləyir -2x. 3-ü də -1-ə vuranda eləyir -3. Bərabərdir. A x kvadratı üstəgəl 2ax, A-nı da -3-ə vuranda -3a. Deməli, burada kvadrat üçədlinin sərbəst ədli oldu -3a və buradan da 3-ə bərabər olduğunu tapmışdım. Deməli, -3a bərabərdir 3-dürsə, a özü də bərabərdir -1-ə. A-nı da tapdım. İndi biz parabolanın təpə nöqtəsini tapmalıyıq. Bilirik ki, bu təpə nöqtə köklərin tən ortasında olur. Bu m-dir. M-i tapmaq üçün uc nöqtələrini toplayıb 2-yə bölməliyəm. -3 üstəgəl 1 bölünsün 2. -1 eləyir. Və m-in bir dənə də düsturunu bilirik ki, m bərabərdir -b bölünsün 2a-dır. Burada da qiymətlərin yerinə qoysam, m-in yerinə yazıram -1 bərabərdir -b-ni bilmirəm. A-nı da tapdım -1, 2-ni də -1-ə vuranda eləyir -2. Bu mənfi ilə bu mənfi bir-birini aparır. Qalır -1 bərabərdir b bölünsün 2. Buradan b-nin də -2 olduğunu tapıram. A-nı da tapdım. B-ni də, s-ni də. İndi ifadənin qiyməti ilə hesablayaq. S çıxılsın a üstəgəl b. Bərabərdir. S-nin qiymətini tapmışdım. 3 çıxılsın. A-nın qiyməti -1-dir. B-ninki də -2-dir. Bərabərdir. 3 üstəgəl olasıdır bu. Çünki bu -3 eləyir. Qabaqda da mənfi var deyə. Üstəgəl 3. 3 ilə 3-ü toplayanda olur 6. Deməli, ifadənin yekun cavabı oldu 6. Sağ olun.